Aprelin 9'u Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 8-10, gündüz 14-17 dərəcə isti, atmosfer təzyiqi isə 762 mm civə sütunu olacaq. Sabah Naxçıvanda səhər və axşam bəzi yerlərdə arabir yağış yağacaq. Temperatur 9-15 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq hava arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə intensivləşəcək, şimşək çağacaq, dolu düşəcək. Bəzi dağlıq ərazilərdə qar yağma ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Temperatur gecə 6-11, gündüz 14-18 dərəcə isti. Dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.